də o idi ki, mənim qanımda zəhərli maddənin əlamətləri tutsa, mənim psixotrop maddənin istifadəsi kimi həbs olunması üzrə əsaslar əldə edilsinlər. İlqar Əliyev Abzas Medianın direktoru və baş redaktorunun həbsindən cəmi bir neçə gün sonra saxlanılmışdı. Məhkəmə sənədlərində qeyd olunur ki, o həbsinin səbəbini müstəqil media nümayəndələrinə keçdiyi təlimlərlə əlaqələndirib. Ona Abzas Media, Məclis Info, Kanal 13 redaksiyalarının jurnalistlərinə verdiyi təlimlərlə bağlı suallar verilib. Məni psixotrop maddənin istifadəsi kimi, satışı kimi rəsmiləşdiriblər, saxtakarlıqla, saxta sübutlarla. 8 gün mən baş mütəşəkkilin zirzəmisində qaldım. 18 gün də bir dəfə bu barədə mən sual verildi. Əsas suallar idarə işçiləri, xidmət otaqlarında mənim peşəkar fəaliyyətim, təlimlərim, kimə təlim keçmişəm, necə təlim keçmişəm, bu barədə oldu. Bir pis menecer olaraq heç bu ağlıma gəlməzdi ki, kimsə təlim keçməyə görə və yaxud da təlimsiz olmağa görə həbs edərlər. İlqar Əliyev son səs yazısında saxlanıldığı gündən etibarən 8 ay ərzində ailəsi və övladları ilə nə görüşə, nə də telefonla danışa bildiyini qeyd edib. Bu müddətdə ailəsi ağır sarsıntılara məruz qalıb. O deyirdi ki, elektron cihazları aylarla yoxlanılsa da heç bir qanunsuz əməl aşkarlanmayıb. İstintaq müddətində hüquqları ardıcıl şəkildə pozulub. İfadəsində Nərimanov rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən təzyiqlərə məruz qaldığını bildirsə də, hakimin buna məhəl qoymadığını deyib. Müstəntiqə ifadə verərkən müdafiə hüququnun pozulduğunu və vəkilinin yanında olmadığını sübut etmək üçün məhkəməyə vəkilin anten məlumatlarının çıxarılması ilə bağlı vəsatət versə də, məhkəmə bu vəsatəti də təmin etməyib.